Salam dəyərli YouTube izləyicilərimiz. 3 otağın qiymətinə 4 otaqlı tam təmirli həyət evi almaq istəyən müştərilərimiz videomuzu sona qədər izləsin. Evin də torpağında kupçası var və mərkəzi kanalizasiya sistemi də var. Evimizin yerləşmə yeri Abşeron rayonu Məhəmmədli qəsəbəsidir. Yoldan cəmi 30 metr məsafəsi var, hələ 30 metrdən də az məsafəsi var. Ümumilikdə 2 sot yarım torpaq sahəsindədir. Yerdən 3-4 daş kürsüdə tikilib. Qazı, suyu, işığı daimi fasiləsizdir, sayğaclarının hər biri qoyulub verilir. Evin arxa tərəfində zaboru ilə əlavə məsafəsi var ki, oradan padvanla da giriş qoyulub. Həyətimiz tamit daşlarla döşənilib, həyətinə də bir neçə maşın çox rahatlıqla daxil ola bilər. Evin hər bir tərəfi də yaşayış olan yerdir. Keçək evimizin içinə. Bura evimizin girəcək hissəsidir, çardağına da girişi var. 4 otaq, 120 kvadrat evin ümumi sahəsidir. Betonludur, kəmərlidir, hər bir tərəfdən qoşadaşla tikilib. Nəzərinizə çatdırım ki, ev tamamilə şəxsi tikili evdir. Sonradan bir balaca təmir olunaraq ev satışa çıxıb. Bura isə evimizin mətbəx hissəsi. Otaqların birindən evin arxa tərəfinə giriş qapısı var. İndi keçid edib onu da sizə göstərəcəm. Bura sanitar qovşağı. 20-30 metr məsafəlikdən 217 nömrəli marşrut xətti keçir. Birbaşa Koroğlu metrosuna gedən marşrut xəttidir. Bu isə yataq otağımız. 4 bir divarı qoşadaş kombi sistemi çəkilib evdə. Evin qiyməti cəmi 80 min manatdan satışa çıxır. Ev axtaran müştərilərimizi yəqin ki, yaxşı bilirsiniz ki, hazırda 4 otaqlar ən aşağısı 95-100 min manatla satışa çıxır. 80 minə yolun kənarında kupçalı kanalizasiya ev tapmaq bir balaca qəliz məsələdir. Bu da evimizin arxa tərəfidir. Əlavə nə sualınız olsa, buyurun zəng edin, məlumat alın. İzlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.